Şəbnəm, harada? siz Tural Sədalı və xanımına görə, onun haqlarını qorumağına görə Cənnətimsən mahnısını indi sübut elədiniz, neynədiniz? Birindi ki, onun adınadır və onun adını da gedir. Bugün misal üçün Zuzu çıxsa desə ki, ya da Tural desə ki, hə, bizim o mahnıda biraz da olsa vəfanın haqqı vardı. İndi qabaqçıdan verməyib, onu qoyaq qıraq o məsələ ki, ay Şəbnəm, qoy oxusun da, yəni ki, YouTube-unda da qoy geçsin də. İcazə verərsənmi buna? Bax, O düzündür. əsəbi vaxtımda yox, indi bəlkə də verərəm. Çünki artıq o deyiləm. Bu günləri səndən, misal üçün, sən bilsin ki, o mahnını təzdən vəfa səhifəsinə qoyur. Vurmazsan onu, düzündür. Tural'la Zemaya, Tural'la Zuzu ona işi. Adı yazılsın ki, Tural Sədalı Zuzu. İcazə verərsənmi? Vaxtında bəlkə də nəsə o qıcıq olardı. Çünki çox əsəb keçirtmişdim. Çox, yəni stres yaşamışdım. Lazımsız yerə. Amma indi yəni o deyiləm, yəni hər şey olub, keçib. Artıq maşallah o da oxuyur, qazanır. Mən də oxuduğumu qazanmışam. Yəni insanlar sevir onu. Biləsən, o mahnı prinsipə insanlar tərəfindən. Onu deyirəm, deyil mi? Prinsipə çox baxıldı. Görəm bu Düzdür. necə, görək bu nə qədər mahnı baxış tap getdi. Amma icazə verərsən də, yəni. Verərəm, Bu yəni şey o verərsən. deyiləm. Canım mənim. Sabah Vəfa ilə bir dənə klip çəkdirirəm. Cənnətim sənə yenidən qoyuruq və yazıram ki, rejissor Şəbnəm Tovuzlu. Mən yazıq canım Elnurun mahnısını neçə yerə bölünüm, ay qurban Allah, olumu motor olmuşam, oxudum. ya Allah haqqı. Valla mən heç onu görürsünüz efirlərdə heç bir yerdə oxumuram.